2024-cü ildə Ukrayna prezidenti Vladimir Zelenski və ailəsi 15,2 milyon qrivna qazanıb. Bu barədə Ukrayna prezident ofisinin mətbuat xidməti məlumat yayıb. Xüsusilə daxili dövlət kreditlərinin istiqrazlarının qaytarılması Zelenski ailəsinə 8 milyon 585 min qrivna qazandırıb. Həmçinin ailə Vladimir Zelenskinin prezident maaşı, bank faizləri və daşınmaz əmlakının icarəyə verilməsindən daha 6 milyon 700 min qrivna gəlir əldə edib. Ukrayna prezidentinin ailəsinin gəlirlərinin əvvəlki illə müqayisədə artması icarə ödənişlərinin tam məbləğdə bərpası ilə bağlı olub. 2024-cü ilin sonunda dövlət rəhbərinin ailəsinin balansı ciddi dəyişməyib. Məlumatda qeyd olunub.